Salam əziz, dəyərli izləyicilər. Bugün sizə qız bürcünü təqdim edirəm əzizlərim. Əziz izləyicilər, bax, bu həftə bəzi məsələlərə toxuna bilərsiniz. Maddiyyatla, münasibətlərinizlə o dəqiqə qərarlar verməyin. Hər bir işə bu həftə çalışıb tələsməyin. Biraz yavaş-yavaş, diqqətli olun, çalışın. Ətrafınızda, çevrənizdə gedən məsələlərə, gedən işlərə diqqətlə baxın. Sağınıza, solunuza oyaq olun, çalışın bu həftə. Bəzi detallara diqqət edin. Yaxınlarınızla bu həftə çox söhbətləriniz ola biləcək, telefon zəngləri çox ola bilər. Bir dəyişikliyə hazır olacaqsınız. Bir də görəcəksiniz ki, asanlıqla işlərinizi inamla hərəkətə gətirirsiniz. Yəni, inanaraq addım atırsınız. O qədər dəqiqliklə addım atacaqsınız ki, səhv etməkdən uzaq olacaqsınız. Çünki vaxt keçmişdə o qədər bəziləriniz səhv etdiniz, maddiyyatla itkilər etdiniz. Bəzən insanları tanımaqla, yəni bəzi insanları özünüzə yaxın bilərək, yəni səmimiyyətinə inandınız. Artıq o insanları ki, çevrənizdəki insanlar var, onları yavaş-yavaş əleydən keçirəcəksiniz. Artıq keçirməyə başlamışsınız, artıq yox deməyə bacarırsınız. Çox valideyn canlısınız, valideynə çox yanırsınız. Yəni bağlısınız. Hər işə, bax, hər dəyişikliyə, hər bir işinizə hazır olacaqsınız. Açıq söhbətlər, münasibətlər sizi daha da möhkəmləndirəcək. Güc toplayacaqsınız, özünüzə çalışın, bu həftə zaman ayırın, təbiətdə gəzin. Ətrafınızda kimlər olacağı siz üçün vacib ola biləcək bu həftə. Yəni, kim dost, kim doğrudan da sizi sevənlər kim varsa onu biləcəksiniz. Çox gözəl istədiklərinizə vaxt ayıra biləcəksiniz. Uğurlarınız da ola biləcək çoxunuzun. Qarşınıza bəzi çətinliklər çıxa bilər. Təkrarən eyni məsələlər, danışıqlar gələ bilər qarşınıza. Yəni, cümə günü yenidən qarşındakı biriləri yenidən o söhbətə qayıda bilər. İş yerinizdə sizə qarşı bir sevgi ola bilər. Gizli bir baxışlar, gizli bir süzmələr. Birinci, ikinci gün görüşüb, danışıb yeni söhbətləriniz ola bilər. İş yerində artıq boş-boş, yəni hər işə qarışıb, hər məsələyə girişib çıxan biriləri var. Yəni, hər sözə burnunu soxan biriləri var. Çox danışan, boş danışan biriləri var. Yəni, diqqətli olun ki, onunla bir mübahisəniz ola bilər. Ailə vəziyyətinizin və ya özünüzün maddiyyat məsələlərini çözəcəksiniz. Yəni, o qədər yorulmuşsunuz ki, nə qədər insanın dərdi olar, nə qədər ağırlığı çəkər deyirsiniz. O qədər zehniniz doludur ki, hərdən o zehniniz bir cəhənnəm halında düşünür. Yəni, üzr istəyirəm, insan nə qədər düşünər, nə qədər götür-qoy eləyər, nə qədər plan qurar. Yəni, o qədər yorulursunuz. Beyninizə taxılıb qalan bəzi məsələlər var. Sizinlə bir söhbətiniz bəlkə də ailə içindən biriləridir, bəlkə də sevdiyin insandır. Danışaraq, yəni bəzi sözləriniz onun xoşuna gəlməyərək o arxanı çevirib gedə bilər. Bir xəbər, bir sənəd əlinizə gələ bilər. Qarşı tərəflə bir üzləşməniz ola bilər. Övladından və ya həyat yoldaşından biraz ona qarşı şübhələriniz və ya izləmək izləyə bilərsiniz hərdə. Sağlığınıza fikir verin, yəni həkimə müraciət edin əzizlərim. Baş ağrıları tez-tez olur, boyun ağrıları tez-tez olur bəzinizdə. Yəni, partlama nöqtəsinə gəlmişsiniz. O qədər yığmışsınız ki, içinizə bir partlama nöqtəsinə gələ bilərsiniz. Eyni məsələlər, eyni şeylər önünüzə gələ bilər. Yanlış edən biriləri, yəni bazar günü səninlə öz danışığı apara bilər. Yəni, yanlış etdiklərini etiraf edə bilər, yəni yanlış etdiklərini açıqlaya bilər. Biriləri həyatınızda gedir, gəlir, peyda olur, yox olur. Artıq sizi o qədər incidir ki, artıq bu insandan uzaqlaşmaq istəyəcəksiniz. Artıq xərclər etməyin, anidən xərcləriniz çox ola bilər. May ayın diqqət edin ki, əzizim, lazım olmayan şeyləri almayın. Yanlış yatırım edə bilərsiniz həm də. Biriləri sizi yəni təklif eləyə bilər ki, bura yatırım qoy, bu qədər yəni qazancın gözəl olacaq. Yəni güvənməyin, inanmayın.
Küsənlərin arasında bax bir sevinç, yəni küsənlərin arasında barışıq olaraq bir sevinç ola biləcək. Sevgi həyatınızda doğru qərarlar ala biləcəksiniz. Birinin yalan danışmağını artıq qəbul edib etməmək sizdən asılı ola biləcək. Sevgi həyatınızda, şəxsi həyatınızda sonradan edilən işlər ortaya çıxa biləcək. Tələsməyin, qarşı tərəfin üzərinə getməyin. Güvəndiyin biriləri eyni səhvi yenə də edə bilər. Çalışın ki, çox bir insana çox bağlanmayın. 2 ildir cəsarət edə bilmədiyini, buraxmaq istədiyini buraxa bilərsiniz. Yəni, hərdən oturub deyirsən ki, mən özümü aldadıram. İş həyatında mükafatlanma da ola bilər, sevgidə ciddilik, ciddi danışıqlar. Amma yenə də dil tapıb ön planda olacaq qarşı tərəfiniz. Maşınla əlaqəli bir alma, satma, alverişində sata bilmədiklərini sata biləcəksiniz. May ayında da, bax bu ayda da biriniz bəlkə də maşın arzuluyursunuz çoxdan, ya da maşınınızı dəyişmək istəyirsiniz, ala biləcəksiniz. Uğurlarınız ola biləcək. Bəzi qəzalardan, yollardan diqqətli olun bu həftə. Xəstə olan birindən xəbər ola biləcək. Uzaq yola səyahətə gedə bilərsiniz. Bu səyahətdə birindən tanış ola bilərsiniz. Çalışın bu həftə, bu aralar deyərdim ki, kindən, nifrətdən uzaq olun. 3 yerdən yolunuz var. Bir yerdən sizə gələn ola bilər. Uzun zamandır gözlədikləriniz, görmədiklərinizlə görüşə bilərsiniz. Dəyər verdiyin birilərindən qırıla biləcəksiniz. Maddiyyatla bu aralar sıxıntınız ola bilər. Bəzi şeylərə ehtiyacı duyursunuz. Alacağınız var. Səbr etdikcə sevinç gələcək sizə. Mart-aprel ayında bəziləriniz çox sıxıldınız. Bəzi acılar, çətinliklər keçirdiniz. Yəni oturub deyirsiniz ki, niyə əvvəlki kimi rahatlığım yoxdur? Öz-özünüzə iç dünyanızla danışırsınız. Hətta zamanında özünüzü danlamışsınız da, göz yaşlarınızı içinizə attınız. Çox nəzər nəfis var üzərinizdə, təmiz, quruntulu, təmizlik xəstəsi kimi deyərdim. Yəni, titiz insansınız, hər şey yerində, yatağında olmalıdır, hər şey təmiz olmalıdır, çox detallara boğulursunuz, özünə hərdən güvənə bilmirsiniz. Bir işə girə bilərsiniz, yəni bir iş təklifi ola bilər, yeni bir işə addım ata bilərsiniz, gücünüzü istifadə edəcəksiniz, amma qəlbinizi də unutmayın, zəkanızı işlədin. Çox zəki bir insansınız, əzizim. Yəni, sizin zəkanız güclü olduğuna görə sizi yıxa bilməzlər. Hər şeyi planlayaraq qurursunuz. Düşmənlərə, sinsi insanlara diqqət edin. Yenə deyirəm, sizin zəkanızla heç kim baş edə bilməz sizinlə. Səbirlə gözləyin, ürəyinizi yormayın, stres, üzüntü ürəyinizi üzə bilər, yəni bir problem, ağrılar, sağlıqla problem yarana bilər, bel, ürək. Biraz bunlara diqqət edin, yuxusuzluqlar, iş çevrəndən, yəni iş çevrəndən də sizi sevməyən insanlar var, düşmənliyi sevmirsiniz. Sevgi həyatınızda yeni bir səhifə açacaqsınız. Bu gözəl xəbərlər olacaq, diqqətli olun, çalışın, təkrarən canlanma ola biləcək həyatınızda. Biraz elə bir dincələcəksiniz, of deyib arxanı söykəyəcəksiniz. Yəni, bəzi sıxıntılardan, bəzi çətinliklərdən elə bir azad olacaqsınız. Bax, qorxularından biraz uzaqlaşacaqsınız, vidalaşacaqsınız, yavaş-yavaş yaxşı olaraq olumlu gedəcək, olacağınız qərarlar canınızı yaxsa da, canınızı ağırtsa da, axırı yavaş-yavaş yaxşıya doğru gedəcək. Rəqabətli bir həftədir bəziləriniz üçün, əzizim. Hər zaman yəni bir yol axtarırsınız. Ayrılıq olsa da birləşmələr var, bəlkə də olumlu bir ayrılıq da ola bilər, yəni sizin xeyrinizə olmuş bir ayrılıq da ola bilər, əzizim. Yeni bir işə başlaya bilərsiniz. Kiçik, bax, etdiyiniz bəzi yaxşılıqlar ki etmişsiniz, bax, vaxtıykən etmişsiniz, indi də yaxşılıqlar edirsiniz. O etdiyiniz bəzi yaxşılıqların içində, yəni siz bir təhlükədən qutara bilərsiniz. Bax, bir təhlükədən qutara biləcəksiniz. Biraz diqqətli olun. Şansına doğru gedirsiniz, yəni şansınıza doğru gedərək istifadə edin həyatınızı. Çatdıra bilmədikləriniz bəzi məsələlər var. Hər zaman
qaçaqovda olursunuz. Bir xəbər sizi sevindirə biləcək, başarığına sevinəcəksiniz. Çox mücadilə verdiniz bu başarıq üçün. Bir hamiləlik xəbəri də sevindirə biləcək sizi. Yaxınlarınızla problem yaşayırsınızsa, sizi çətinliyə salmışlar. Olumsuz məsələlər sizdən saxlanan bəzi şeyləri öyrənə biləcəksiniz. Xəyalınızda qurduğunuz niyyətinin bir anlaşması ola bilər. Yəni sizə tərəf addım, sizə tərəf təkliflər gələ biləcək əzizlərim. Xəyallarınızı gerçəkləşdirərək irəliyə doğru addımlar atırsınız. İmzadan sonra təkrarən elə bir ayağa qalxırsınız əzizim. Yəni hərəkətdə olacaqsınız. Platonik bir sevgi, yəni arada bir platonik bir sevgi var. Bu sevginin yəni axıra gedib getməmək sizi narahat edir. Lakin bu gerçək bir sevgiyə dönərək davam edici bir sevgi ola bilər. Rəqabətlər var sizə qarşı əzizim. Yəni sizin ailəniz qarşı, ya kimlər, bəzi insanlar həyatınıza qarışa bilərlər, araya girə bilərlər. Çünki qısqanclıqlar var sizə qarşı. Biraz əsəbləşə bilərsiniz, öfkələnə bilərsiniz. Amma çox başarılısınız bəziləriniz. Sənlə danışıb ürəyini boşaltmaq istəyən bir qadın var, sizinlə görüşmək, mesaj atır sizə. Çalışın bu telefona, mesaja cavab verin. Çünki həyatınıza yardımı deyə bilər. Önəmli məsələni siz üçün çözə bilər. Olumlu yolunda gedə bilər hər şey. Çalışın bu həftə. Bax, heç kəsə borc verməyin. Zamin durmayın. Həftə içində biraz diqqətli olun. Bax, dövlət qapısında işləriniz ola bilər. Biraz qorxu var içinizdə. Bu iş necə olar, bağlanacaq, tez qutarsın. Amma tezliklə çözüləcək. İçindəki qorxu uzanmır. İş sizin xeyrinizə çözülə biləcək. Bir sevgi bitib. Tək olmaq istəyirsiniz. Artıq hamıdan uzaq durmaq istəyirsiniz. Lakin bu sizin təkliyinizi görənlər sizi tək buraxmır. Arxanızca gəlirlər. Yenə də bir sevgi ola bilər. Sizi tək buraxmırlar. Lakin bu sevgi də qısa çəkə bilər. Biraz seçimlərdə diqqətli olun. Yəni o qədər safsınız ki, bu sevgidə də yəni tez yəni çaşa bilərsiniz, səhv edə bilərsiniz əzizim. Ona görə biraz diqqətli olun. Çox yorğunsunuz. Bir şeylərdən vaz keçə bilərsiniz. Yenə deyirəm, seçimdə diqqətli olun. Gələn təhlükədən diqqət edin. O təhlükədən düzdür, qorunacaqsınız. Amma diqqətli olun. Vaz keçdiyiniz bəzi məsələlər ola bilər. İş təklifi, bəlkə də işiniz yoxdur, bir iş tapacaqsınız. Yəni öz ayaqlarınızın üstündə durmağı bacaracaqsınız. Biriləri sizin fikrinizi dəyişdirmək istəyəcək. Biraz düzdür, bəzən saflığınızdan o sizə yolu göstərən insanlarla yəni yanlışa düşə bilirsiniz. Maddiyyat itkiləri olmuş bəzinizdə. Rəsmi yerdə işləyirsinizsə bir sözləşmə yenilənə bilər. Sizlə anlaşmaq istəyənlər, təkliflər gələcək. Çox qərarsızsınız bu aralar. Bir təyin mi gözləyirsiniz, işlə əlaqəli uzaq yola çıxmaq istəyirsiniz? İki nəfərin arasında böyük bir mübahisə ola bilər. Çalış o mübahisədə ortalığa girmə. Haqqlı olduğun yerdə haqsız çıxara bilərlər sizi. Biraz övladına hirslənə bilərsən. Heç nədən hissini övladınıza tökə bilərsiniz. O beyninizdə çox şey düşünürsünüz. Götür qoy edirsiniz. Çatıb çatışmamazlığı fikirləşirsiniz. Maddi mənəvi dəstəksizsiniz. Hirslənib, yəni düşüncələrinizlə, zehninizdə o qədər düşüncələriniz var ki, hirsinizi övladınıza tökməyin. Çalışın övladınızla dost olun əzizlərim. Bax, bir yerə gedəcəksiniz, ya qurğuşun tökdürməyə gedirsiniz və ya ola bilər bir bilən uzmanın yanına gedəcəksiniz, məsləhət mi almaq istəyirsiniz. Bir şeytan əməlli insan arxanızca elə bir gəzir, həmişə sizə bir ziyanlıq etmək istəyir. Biraz düzdür, çətinliklərə düşürsünüz, amma o çətinliklərdən yenə də qalxa bilirsiniz. Təmir işləri həyətində ev tikirsənsə, ev arzuluyursunuz tikib bitirmək. Yavaş-yavaş əlinizə gəldikcə o evi 3-4 aya istəyirsiniz, bitirəsiniz yavaş-yavaş. Biraz maddi tərəfdən sıxıntılarınız var, o sıxıntılarınız da yerbəyer olacaq. Amma əqrəb kimi, tülküm kimi arxandan səni birdən-birə sancmaq istəyib, sənə xəta törətmək istəyən bəziləri var. Biraz o təhlükələrdən özünüzü qoruyun əzizlərim. Yəni arxanızca çoxlu dedikodu var, bir də nəfis var üzərinizdə. Harasa bir toya mı gedmisiniz, yığıncağa mı gedmisiniz, harasa gedib gələndən sonra ağırlaşmısınız, özünüzü rahat hisləmirsiniz. Bu da sizə elə bir nəfis deyib sizin arxanızda. Ona görə çalışın dualara bağlanaraq dualar oxuyun əzizlərim. Furqan surəsini, ondan sonra deyərdim İnşirah, Duha surələrini ya oxuyun, ya oxudun əzizlərim ki, yolunuzda nə qədər təmizliklər, açıqlıqlar olsun. Tez-tez ya Rəzzaq, ya Fəttah zikrini də tez-tez deyin.
Dəstəyinizə görə çox sağ olun. Zəhmət çəkib, əziyyət çəkirsiniz, qulaq asırsınız, dəstək olursunuz. Gözəl enerjimi sizlərə yollayaraq sizə duaçıyam. Çox danışdığıma görə üzr istəyirəm. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.